Herkese selam, YouTube kanalımıza hoş geldiniz. Bugün ekstra heyecanlıyıq çünkü qalibləri seçəcəyik. Bəli. Görək kimdir o iki şanslı şəxs. Bu isə bizə çox maraqlı olan Stitch açacağıq və Cry Baby. Mickey Mouse'dan bir şey çıxacaq. Mən bunu indi görürəm. Donald Duck. Ay bu çizgi film məni uşaqda o qədər xoşbəxt eləyirdi. Burada özgürlüyə şeylər var deyəsən bax. Mən sevdiyim uşaq vaxtı, həm də bunu birinci mən açımda xahiş edirəm. Çox sevirəm bunu. Stitch'i sən açarsan. Və bunlar da gedəcək. Gələn verilişdə də bunların qalibi. Tuşuyu. Şimşiyə. Və bunları da izləyicilərimizə verəcəyik. Bəli, yenə də bu yox. Amma Stitch'i, Cry Baby və Mini Labubunu izləyicilərimizə verəcəyik. Yenə də sadəcə nə edirsiniz? Videonu like edirsiniz. Hype nədə öyrəndin? Ay yox. Videonu like edirsiniz və şərh yazırsınız. Yenə də şərhlərdən 2 nəfər seçəcəyik. 4-cü videoda bacıma demişəm ki, hype nədir? Hype nədir? Yazın da. Bacım güvənməyin. Nə deyirsə deyin. Məsələn, deyin ki, Aytasavov bunu mənim üçün yaz da, ya nə bilim, Aytasavov bunu mənim üçün al da. Bilin ki, 100 il sonra... Nə demisən almamışam. Demək belə olur. Nə qədər yaxşılıq edirsən et, bir səhvində bütün yaxşılıqlarını silinir. Elə. Mickey-vi aç. Bunu axıra saxlayaq, bu sən üçün maraqlı. Yox, axıra Stitch. Yox, bu. Yox, axıra Stitch. Bunu ölərəm. Ölərəm. Ay, çox mutluyum. Eləsin var. Belə, bax, bundan. Ha, buradan. İnanın ki, Labubu da bu qədər heyecanlanmamış. Yaxşı da sən Stitch'i açarsın da, mən başı qoşma. Çox qəşəngsən, vay canına. Bu nədir? Teodan gəlmiş paketi oxuşur. Ay, çok heyecanlıyım. Demə Ahmet. Mickey'nin özü çıktı. Ay oğlum, ne giyeceksin? Çok seviyorum Mickey Mouse'u. Diyeceksin. Mən uşaq vaxtı çox xoşbəxt idi. Hətta məndə çox böyük oyuncağı da var evdə. Çox şirindir bu. Səncə verim bunu izləyiciyə, yoxsa əzində qalsın? Bilmirəm, özüm bil. Yazan şərhlərə, yəni. Baxarıq, axırda... Mən bu trendi bilmirdim. Sənin Cry Baby var imiş. Mən bunu yanına qoydular. Canım. Nəsə, bu var, belə bir trend. Yox, Stitch'lə Cry Baby'nin axırda. Belə bir şey var uşaqlar, mənə çox maraqlıdır. Hə, bu da Lobobo. Lobobodur bu. Bu nədir? Bunu mən də işlədim. Amma mini versiyasıdır və mən şortlarda görürdüm. Hoppa. Eyni Lobobonun şey. Minisi. Baxın. Yox, içindəkinə baxaq. Baxma. Ay, çox cooldur. Çox qəşəngdir. Çantalarınıza falan taxa bilərsiniz. Böyük Labubunu sevməyənlər üçün çox idealdır. Məsələn, böyük qızlar, oğlanlar da var. Labubunu çox sevir, baxıram mən. Amma böyükdür deyə çantalarını taxa bilmirlər. Bu məncə idealdır, baxın. Həm də çox qəşəngdir. Çox qəşəng. Oy da cool. Sizlərdən birinə gedəcək. Aha! Bir dəqiqə, qalibimizin birini seçək. Keçən videomuza şərh yazıb like edənlərdən birinə keçən videodakı Labubulardan birini göndəririk. Davay aç. YouTube'a gir. Çok heyecanlıyam. Amil'in kargolosuna bakın. Aha, Amil, davay. Kagrosuna. Birinci qalibimdən seçirəm, sən seçirsən. Sən. Tamam. Nə qədər şərh var? 1K şərh var. Haqsızlıq olmasın deyə. Neçə dəfə belə yuxarı edeyim? Nə bu? Sən denəndə. 2. Ya 2 çox azdır. 4. Qalx. 8. 15. Və sonra aşağıda eləyəcəm ki, şərh yazanlar, məsələn, birinci şərh yazanlar haqsız olmasın. 1, 2, elə bilərsiz, baxıram, 3, 4, getmədi, tezdən. Görürsünüz uşaqlar. 1, 2, 3, 4,
5, 6, 7, 8, 9, 10, 11, İndi aşağıda. 12, 13, 14, Aşağıda indi. o sonrakında 15. Hop! Salamla bu oyuncağı istəyirəm. Asimə Mustafayeva. Qalibimiz sənsən. Baxın, bu xanım. Sən birinci qalibimizsən. Təbrik edirik. Videomuza şərh yazmısan və bir dəqiqə sıxır elə onu. Və ikinci qalibimizi də oyunun sonu. Neçə qalibimiz var idi? 3. Yox 4. Neçəsini veririk? 3'ünü verirdik də. Aa, üçünü ve 3 galip seçirik. Devamında bir tane galip sen seç. Buna hansı labı bunu veririk? Ah, kolalı. 20 dəfə aşağı git. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17. Yo, biraz çok get de uzun uzun apar. Gedirəm. Dayan! Mən nə? Məndə bəxt 0, ona görə də labın mənə gəlmə ehtimalı yoxdur. Heç vaxt bəxtindən şikayətlənmə. Gördün? Bir dənə baxa. Məndə bəxt 0, ona görə labın mənə gəlmə imkanı yoxdur. Sənə də ən qəşənglərindən birini veririk. Kamil Aliyeva 87-70. Bəli. İndi gətirib göstərəcəm lablarda hansı gedir. Rəngliyin birində buna verək, hə? Ala bilər, ala. Tamam, ən qəşəngləri bir də sənə getdi. Videonun sonunda da 3-cü qalibini seçəcəyik. Sıxın elədi? Buyur. İndi Cry Baby. Oo, Cry Baby. Ay, baba sən əsas seçmə. Ay. Cry Baby görək. Bu arada bu çox qəşəngdir. Bu videonun qalibini də gələn dəfəki videomuzda seçəcəyik. Uşaqlar, biz söz veririksə Eləmirik. Söz veririksə edirik. Cry Baby, görək bu nədir məşhur olan. Deyəsən biz bunu biraz fərqli formasına almışıq. Cry Baby. Direkt çıxır. Aa, nə maraqlı qabartması var. Baxın. Və səliqəni açıram. Pişikli. Ay, bu nə gözəldir. Çox pişik deyil. Həm pişikdir, həm balinadır. Ay, bak pişikli quyruğu var. Sadəcə başı... Balinaya oxşamır ha uşaqlar. Yox, deyil. Ay da bu çox qəşəngdir. Bu da yumuşaqdır. Baxın. Sən hansı izləyicimizin olacaqsan görəsən? Amıcı bucu, hə? Hansı izləyicimizə gedəcək bu? Sizi sevindirmək çox xoşuma gəlir. Bu da getdi sizlərdən birinə. Bu arada qaliblərimiz nömrə qeyd eləyəcəm. Bax, hal-hazırda həmin nömrəyə köməkçimizin nömrəsini yazsın, ünvanını da yazsın. Desin ki, Aytaç xanım videoda hansılar bunu qeyd eləmişdi, qeyd eləsin, biz ona göndəririk. Bir də Asimə xanım idi, o birisi adım. İndi baxarıq sonda. Hə, bəxtim yoxdur deyən adam idi, bəxtim varmış. Bax, bu da sənə evlənin mesajı. Biri də indi dayanıqlar bunları gətirim. Ən qəşənglər, birinci Asiməyə bunu verək. Yox, Asimə bunu demişik də. Kola, aha. Asimə, bu sənin labubundur. Bəxtim olmayan budur. Bəxtim olmayan yazan şərhçimiz, bu sənin labubundur. Ən axıncı da bu. Belə, indi isə bunun qalibini seçirik, aç. İndi isə ən axıra gedəcəm, ən axıra. Bax, 10 dəfə eləyəcəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bu başqadır. Bizim millət deyil bu. Aa, Çin dilində. Bu kim qlobala çıxıb bizim bu? Kimsə Çində uşaqlar. Buradan Çinə lab bu göndərə bilmirik. Ona görə 5 dəfə də gedəcəm. 1, 2, 3. Ən aşağıya kimi gəlmişdik arada. 4, 5. Ha! Salam, mənim indiyə qədər xəyalım olub. Qardaşımın telefonundan izləyirəm sizi. Çox sevirəm. Mən çıxmasam da çıxan kişiyə xeyirli işlər. Ya, nə gözəl ürəyim var. Fərid Hümbətov kimsizsə sizin bacınız yazıb bunu. Görürsən bizim kimi aralarında yaş fərqi var. Bu. Fərid bəylə bacısının. Fərid bəyə. Bax bu. Uy. Bunu verək. Ən şirini göndərirsən. Görürsən? Ən qəşəngini. Çox sağ ol. Belə hər zaman dürüst və ürəyin gözəl olsun. Həyat sənə qarşı gülümsəyəcək. Buna əminəm. İndi isə Bu hədiyyələrimiz getdi. Bunların qutuları da var. Qutularını göndərəcəm. Bu keçən videomuzun
qalibləri idi. Təbrik edirik. Dediyim kimi aşağıdakı nömrəyə yazıb köməkçimiz sizə kömək eləyəcək. Ünvanlara göndərəcək. Və gəldik Stitchə. Bax Stitchə əsas Stitch deyil. Onun əlində tutduğudur. Bax pizza tutur, donat tutur. Biri Coraline ilə oxşar tutur. Coraline çıxsa. Mən pizza istəyirəm əslində. Nə bilim. Nəysə. Biz Stitch niyə əlində pizza tutsun? Bu nə konstruksiyadır? Bu qədər estetik açır Şamil kutuları. Yəni ürəyim gedir də, yəni. Oo, nə böyük? Bu kimə gedəcək görəsən? Səncə əndəsi nədir? Səncə? Coraline oyuncağı. Təxmin elə. Mən nə deyim, ay baba. Məncə də odur. Bir dənə gözlə. Mən baxıram sənə deyəcəm. Yox, Coraline oyuncağı deyil. Bu ikisindən biridir. Məncə bu ikisindən biridir. Ya ananasdır, ya pizzadır. Belə bərk bir şeydir əlindəki çünki. Tamam, aç. Ya ananas ya pizza ikisindən. Ananas çıxdı. Bəs bərk nə idi onun əlində? Bunlar. Çox qəşəng. Gerçəkdir. Bunun gedəcəyi izləyici çox Çox şanslıdır. qəşəng bir şeydir. Elə bir ki. Vay. Çox qəşəngdir həqiqətən. Baxın. De ki, hər şeyi ye və yat. Vay. Bu kimi hansı izləyicimizə gedəcək? Bu çox qəşəngdir. Buna 2 dənə şərt qoyuram. Videoya şərh yaz və Instagramdan bizi izlə. Bəli. Videoya şərh yazıb Instagramdan bizi izləyən izləyicilərimizdən birinə. Və öz Instagramı yazsın ki, biz onu da baxaq. Onsuz tapacağıq, nömrəmizə yazacaq. Stitch hədiyyə Bu olacaq. arada qulaqlarını istədiyin kimi eləyə bilirsiniz, bax. Oy, çox ideal hədiyyədir. Stitch hədiyyə eləyəcəyik. Videomuza şərh yazıb. Bəyənmək mütləqdir. Bəyənən izləyicilərimizdən birinə Mickey Mouse və bunun bu yanına bir dənə də hədiyyə qoyacağam amma. Təkcə bundan göndərməyəcəm kim udacaqsa. Bir videomuzun da sonuna gəldik. Çox qəşəngdir. Bunu birində sən alacağam. Şaxta babalıdır bu. Şaxta baba deyil, papa var. Gecə pijamadadır. Pijamada. Oy, yumuşaq, çox qəşəngdir uşaqlar. Yəni çox bəyəndim. Kim hansı YouTuberdə bizim qədər hədiyyə paylayır? Hə? Hələlik özünüzə yaxşı baxın. Şərtlərə əməl edin, qalib olun. Hələlik. Sağ olun.